Belə bir tapşırıq verir uşaqlar. Azalan, Ayxan diqqətlə qulaq as, 43 və 26 ədədlərinin cəmi. Çıxılan isə 19 olarsa fərqi tapın. Oğul bir də sən oxu. Azalan 43 və 26 ədədlərindən cəmi, çıxılanı isə 19 olarsa fərqi tapın. Aha, deyir azalan, çıxılan fərq. Hə? Bu çıxmanın komponentidir də. Azalan, çıxılan fərq. Bizə deyir ki, azalan 43 və 26 ədədlərinin cəmi. Azalan verilibmi bizə dəqiq? Nə olacaq azalan? Verilib? Yox, deyir ki, 43 və 26 ədədlərinin cəmidir. Niyə necə Oğul? 43 çıx 26. Cəmi deyir oğul, bura bax, cəmi deyir, fərqi demir. 43 və 26 ədədlərinin 43 üstə 26. Aha, 43 üstə gəlsin 26. Çox iri yazma. Oğul, iri yazma o boydan. Biraz ayağını silək. Aha. Tez-tez. Əvvəl təkliyi yazırıq. Təkliyi topla oğul. Təkliyi. Aha. 3 üstün 6 gəl. 9. 69. 69. İndi fikir ver bura. Nə yazılıb burada? Çıxılan isə 19 olarsa fərqi tapın. İndi 69 çıxsın 19. aha, altdan yazırıq. Hə, yaz yandan. Birinci təkliyi hesablayırıq. 0 0. 50. Deməli fərq neçə oldu oğul? 50. 50. Bir də bax diqqətlə azalanı bizə demir. Bizə deyir ki, azalan 43 və 26 ədədlərinin cəmi. Bizə dəqiq vermir ki, azalan məsələn ya 43-dür ya 26. Deyir ki, bu iki ədədin cəmi. Çıxılan isə 19-dur. Bizə dəqiq verir. 19. Fərqi tapın. 69-dan 19 çıxdıq, etdi 50. Başa düşdün oğul? Məsələdə belə deyilir Ayxan. Leyla fikrində bir ədəd tutdu. Həmin ədədə əvvəl 8, sonra isə 4 əlavə edib 72 aldı. Leyla fikrində hansı ədədi tutub? Hə, indi sən oxu görək məsələni. Leyla fikrində bir ədəd tutdu. Həmin Ədədə əvvəl 8, sonra 4 əlavə edib 72 aldı. Leyla fikrində tutdu. Hansı ədədi tutub? Hansı ədədi tutub? Hə, Ayxan, mən danışdım axı mötərizəli ifadələri keçmisiniz. İzah olunub. Əvvəl mötərizəni həll edirik, sonra qıraqda qalan toplamaca, çıxmaca çıxma. İndi deyir ki, bax bir dənə qulaq as Ayxan. Deyir Leyla fikrində bir ədəd tutub. Biz bilirik hansı ədədi tutub. Nə yazacağıq onun yerinə? Birinci 8 ilə 4. Yox, bir dənə mənə qulaq as. Markeri bağla, mənə diqqətlə qulaq as, tələsmə Ayxan. Deyir fikrində bir ədəd tutub. Sonra ona 8, daha sonra 4 əlavə edib 72 aldı. Biz fikrində tutduğu ədədi bilirik Ayxan. Bilmirik. Bilmirik. Nə ilə işarə edirik onu? Mötərizə. Yox, onu nə ilə işarə edirik? Məhdud ədədi x ilə işarə edirik. Aha, yazırıq x. Aha. Əlavə etmək nə deməkdir? Əlavə etdi. Yəni toplamaq. aha, üstə gəl. Üstə gəl. İndi mötərizə açırıq. Mötərizə. Mötərizə açaq. Ha, yaz görək nə əlavə elədi? 8 ilə 4. Aha. 8 üstə gəl 4. 4. Mötərizənin bağlı. Neçə oldu? 8 ilə 4. Yox, burada neçə oldu? Neçə əlavə? 72. 72 oldu. Yazırıq 72. 72 yazırıq. Ayxan, biraz sakit ol, həyəcanlanma. Yaxşı ürəyim. Deyir ki, fikrində bir ədəd tutdu. Onu x ilə işarə elədi. Çünki biz bilmirik. Məhsul toplananda. Sonra deyir onun üzərinə əvvəl 8-i, bu 4-ü düzəldi Ayxan. 4 oxşamır. 4 yaz orada. Qəşəng yaz. Yaxşı? Aha, hə, vəssalam. Əvvəl 8, sonra 4 əlavə etdi və nəticədə 72 aldı. Deyir, fikrində tutduğu ədəd hansıdır? Necə taparıq Ayxan? 8 ilə 4-ü toplayır. Afərin. 8 ilə 4-ü toplayırıq. Neçə eləyir? 12. 12. Sonra nə edəcəyik? Sonra 72 ilə 72-dən? 72-dən 12-yə çıxacaq. Afərin. 72-dən 12-yə çıxacağıq. 60. 60. Deməli, Leyla fikrində hansı ədədi tutdu? 60. 60-ı tutdu. Yazırıq bax, indi yazaq. 60, buraya yazırsan. 60. Üstə gəl. Üstə gəl. Üstə gəl. Yox, buradan yazaq. Görə ifadə düz alındı. Buradan yazırıq. 60 üstə gəl. 60 üstə gəl mötərizə. Aha. 8 üstə gəl 4. Aha, yazırıq. 8 üstə gəl 4. 4-ü biraz qəşəng yaz. 4, mötərizəni bağlayırıq. İndi bərabərliyi qoy hesablayaq görək düz alındı. 8-in üstünə 4 gələndə neçə elədi? 12. 12. 60-ın üstünə 12 gələndə neçə eləyir? 60-ın 72. Alındı düz. Oldu 72. Aha, deməli Leyla fikrində hansı ədəd tutmuşdu Ayxan? 60 ədədini tutmuşdu. Bax mötərizəli ifadəni keçmişik. Hə, müəllimə də məktəbdə izah edib, öyrədib. Çox yaxşı da başa düşürsən Ayxan. Məsələni diqqətlə oxusan, başa düşərsən Leyla fikrində hansı ədədi tutub, necə tapmaq lazımdır Leylanın fikrində tutduğu ədədi. Yaxşı? Əgər sənə deyirsə ki, fikrində tutub ədəd və onu demirsən, sən onu nə ilə işarə edəcəksən? Məhsul toplanana x ilə işarə edəcəksən ki, həmin Leylanın fikrində tutduğu ədədi tapasan. Əvvəl mötərizə açacağıq, hə? 8-də 4-ü topladıq, sonra deməli fərqdən, cəmdən həmin mötərizənin içərisinə çıxıb məhsul toplananı tapırıq. Afərin Ayxan.